Dört bucaqlara aid belə bir suala baxırıq. Deyir, kör bucağı iti bucaqda 5 dəfə böyük, hündürlüyü 6 sm olan rombun perimetrini tapın. İlk öncə biz burada romb çəkməyə çalışaq və iti bucağı kör bucağından 5 dəfə böyük. Yəni biri x-sa, o birisi olacaq nə? 5x. Deməli, paralleqramda və yaxud rombda fərq etməz. Bir iti və bir kör bucağın cəmi nəyə bərabərdir? 180. Onda olacaq x plus 5x bərabər 180 dərəcəyə. Olacaq 6x bərabərdir 180 dərəcə. X də bərabərdir 30 dərəcəyə. Deməli, bura olacaq 30 dərəcə. Burada olacaq 150 dərəcə. Onda biz buradan bir hündürlük endirsək və hündürlük də deyək ki, nə qədər idi? Uzunluğu 6 sm. Burada yazıram 6. Onda burada düz bucaqlı üç bucaq olur. Burada olacaq 60 dərəcə. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Yəni tərəfin yarısı. Deməli, bura neçəymiş? 12 imiş. Bizdən də perimetr soruşur. P bərabər 4A-dır. Olacaq 4 vurulsun 12 bərabər olacaq 48 sm. Yəni doğru cavab olacaq C variantı.